məsələn, bəzi ki, əməli intizar da var. Ümumiyyətlə, bu əməli intizar elə intizar deməkdənmi? Yoxsa intizar və əməli intizar fərqlidirmi? Anlada bilirəm də fikrimi yəqin ki. Yəni, bu ümumiyyətlə intizarımız necə olmalıdır bizim? Yəni, mən oturub şeir yazmalıyam, İmam Zamanı gözləyirəm, yoxsa nəsə bir başqa bir şeylər də eləməliyəm? İntizar barəsində 3 dana nəzəriyyə var. Yəni, 3 cür intizarı bizə təqdim ediblər. Bir intizar, yəni susmaq, səbr eləmək. Sən gözləyirsən, sus, ta gələr işləri görər. Elə bir nəfər Həzrəti Musa dövründə, Həzrəti Musa Bən İsrailə dedi ki, gəlin bu Qudsi alun, nəyi alun, dedi, sən Allahunla gedal, biz sonra gəlirik. Bizdə gözləməğin bir mənası budur. Ki, insan məsələn səbr eləyər, susa, dinməyə ki, müntəqim gələcək, intiqam alan gələcək, heç nə iş görməyə, ta bir nəfər gələcək yer üzünü, bu zülmlərin hamısını neynəsin, aradan aparsın. Bu bir növ intizardır, mənfi intizar, susmaq, dinməmək, səbr eləmək, müntəzir bir belə mənə eləyib. İkinci məna bunun durust əksinə, o bir bayram deyib, yoxdur bu demək. Bir ana uşağına damdaydı, deyir, yıxılasan oğul, gəl bu tərəfə. O qədər deyir, gəl bu tərəfə ki, getdi bu tərəfdən yıxıldı. Bunun durust 180 dərəcə bu tərəfə. İntizar, yəni, həmişə narazılıq. İntizar, yəni, insan heç nəyi bəyənməmək. Müxalifət. Çünki bəyənsin, idealı gözləmirsən ki. İntizar, yəni etiraz. Yəni, cəmiyyətdə baş verənləri, qaydaları bəyənməmək. Aləmdə, cəmiyyətdə, kulli insan həyatında sən halı hazırı bəyənsin də heç nəyi gözləmirsən ki. Hətmən razı deyilsən, müxalifətin var bu vəziyyətdən, gözləyirsən bir idealı. Bu ikinci məna intizar, yəni etiraz. İntizar, yəni narazılıq. İntizar, yəni bəyənməmək mövcud hali, vəziyyəti. Bu bir. Bu da bir baxımdan onun taydı, o birinci nəzəriyyənin taydı. İslam sirfi la ilahə deyil. La ilahə illallahdır. İslam həmişə tənqidinin kənarında təklifi var. Narazılığının kənarında bir nəsə razılığa yönəlmə proqramı var. Olmaz bir insan gələ hər nəyə narazılıq ediyə, deyə mənim proqramım yoxdur. La ilahə deyə illallahı göstərməyə. Ona görə üçüncü məna budur ki, intizar, insan hal-hazirə narahat ola. Amma hazırlıya aləmi və özünü və hər nə şəraiti var, o ideal hala. Bunun mənası intizar, yəni islah. Etiraz və islah. Pəs bir intizarın mənası bu oldu ki, susmaq. Bu intizar heç nə səndən istəmirdi. Bir mənfi reaksiyadır. Sən sususan. İnkar formasıdır. Dayan, ta imam gələcək özü həll eləsin. Bir zamanda belənci bir azmış fikrilər var idi. Ki, bunlar İmam Zamanın zuhuruna görə deyə qoy fəsad çoxalsın, qoy zülmü çoxalsın, qoy sən heç nə hərəkət edəmə, ta imam gələcək çoxalanda nə olsun bunları həll eləsin. Bu bir intizardır. Bunun mənası İslamın və dinin mahiyyəti ilə düz deyil. Dində haqqə dəvət var, dində haqqı bərpa eləmək var öz qədərincə, ədaləti bərpa eləmək var öz qədərincə. O ki biz gözləyirik, öz fərdi ədaləti gözləmirik, ailə ədaləti gözləmirik. Ola biz hazırlıq edəyək. İndi ərz edirəm, üçüncü nəzəriyyənin müqəddimatı nədir? O ki biz gözləyirik, dünya səviyyəsində ədalətdir. Dünya səviyyəsində ədaləti, indi baxırıq, mövcud halda görürük, yox, zülmü çoxdur. Mövcud halda görürük, Qəzzədə nə qədər uşaqlar aclıqla, zülmlərlə ölürlər, şəhid olurlar. Dünya səviyyəsində görürük, zülmlər çoxdur. Pəs, aləm ideal aləm deyil. Aləmdə hələ qudrət öz zorunu aləmə yerləşdiribdir. Ədalət yerləşdirməyibdir aləmə. Aləm nə ilə dolub indi? Aləm zorla. Aləm zülm ilə dolubdur. Amma biz ikinci nəzəriyyədə deyirik, bəyənmirik. Və nəyi bəyənirik? Nəyə hazırlıq? Deyirik, o bilmirik. İslam üçüncünü deyir. İntizarın da mənası bu üçüncüdür. Susmamalıyıq, bir. Təhtə müxalifət mövqeyi göstərməməliyik, 2. İslah mövqeyi də göstərməliyik. İndi bunda detallarını ərz edirəm. Hədislərimizdə var, yuvətteunə lil-məhdi sultanə. İntizarın mənası budur ki, insan İmam-ı Məhdinin hədəflərinə, məqsədlərinə uyğun hazırlıq görə aləmdə. Pəs intizar yəni hazırlıq. Nə susmaq, nə müxalifət, yəni hazırlıq. Ona görə hədislərdə intizar əməl gəlibdir. Əfsəlu əmal ümməti.
ümmətimin ən fəzilətli əməli intizardır. Məlumdur, intizar dini məfhumda əməldir. Zehni fəqət deyil. İntizar fəqət susmaq, əməl etməmək deyil. İntizar nə mənədir? Bir işdir. Bir işdir nədir? Hazırlıq görmək. Yaxşı. Hazırlıq. Məsələn, mən buna öz həyatımızda misal veririm. İnsan bir qonağı istəyir, gözləyir. Bir müddət gözləyirsən, oturursan, saata baxsan. Amma nə çay qoyursan, nə yorğan düşəyə yığışdırırsan, nə evi təmizləyirsən. Fəqət saata baxsan, qonaq gəlsin. Bunda deyirlər, sən qonağı lağa qoymusan. Gözləmirsən ki, o saata baxmaqdır. Gözləmək budur ki, evimin şəraitini qonağa hazırlayasan. Pəs imamı gözləmək də öz həyatının şəraitini imama hazırlayasan. Amma imamın məqsədi nədir? Ona uyğun. İmamın 3 dənə məqsədi var həyatda. Bir məqsədi rəftarlardadır, davranışlardadır. Ki, onu deyirik ədalət. Heç kim başqasına haqqını ayıqlamasın. Dünyadan, yer üzündən zülmü götürəcək, əvəzinə nəyi dolduracaq? Ədaləti dolduracaq. Ədalət yəni davranışımızda bir-birimizin haqqımızı riayət edək. Ədalətin minimum mənası budur. Sənin də haqqın var, bunun da haqqı var, başqasının da haqqı var. Haqqları riayət eləmək, onlar ədalət. Haqqları riayət etməmək, onlar zülm. Əlbəttə, ədalətin bir geniş mənası da var Allaha nisbətdə. Çünki İslamda həm başqa insanların bizə haqqı var, həm Allahın bizə haqqı var, həm də özümüzün bizə haqqımız var. İnsanın özünün də özünə haqqı var. Bir kitab var, Risalətul Hüquq, İmam Səccad əleyhissalam. Orada o haqqı ki, dində təqdim olunubdur, neçə sahəli buyurulubdur. Hələ ondan işim yoxdur. Minimum sahəsidir ki, insanlar bir-birlərindən ədalətli davransınlar, bir-birlərinə nisbət haqlarını riayət eləsinlər. O, onun pulunu alıb yeməsin, o, onu şəxsiyyətindən abrısına aparmasın, zülm eləməsin. Bunlar ədalət minimum budur. Yaxşı. Bu birinci imamın məqsədidir ki, yer üzündə istəyir ədalət bərpa eləsin. Zülm aradan deyilsin. Bu bir. Buna hazırlıq nə cür olar? Heç olmasa minimum mən özümə nisbət ədalətli olam. Çay qoyam deyim, evimizdə heç olmasa qonağa çay qoyam. Evimdə heç olmasa minimum ədalətli olam. Əhl-əyalımın yanında, uşaqlarımın yanında, qonşularımın yanında, ailənin, əqrabanın yanında, onlarla ki, əlaqəm var. İnsan ki, öz ətrafında ədalətli deyil, bu imamı gözləmir. Valla imam gözləmir, o saata baxır. O çay qoymur. Pəs birinci gözləmək budur ki, mən öz içərimdə bir prosesləri baş verə, ədalətə addımlar atam. Düzdür, mənim əlimdən gəlməz dünya səviyyəsində ədalət bərpa edəyəm. O, məsuliyyəti imamındır. Amma mənim əlimdən gələr, minimum özümə, ətrafımda ədalət bərpa edəyəm. Muntəzir, ədalət bərpa edəyən də öz ətrafında. Bu bir. Çünki imamın hədəfi, məqsədi ədalətdir. Mən də ədalətə gəl hazırlıq görəm. İkinci imamın məqsədi cəmiyyətdə ağlı hakim eləməkdir. Baxın, cəmiyyətdə bizim bəzən streslər var, insanın hissiyyat hakimdir. Mən bundan xoşum gəlmir, bundan xoşum gəlir, acığım gəlir, nifrətim var. Ağl ilə davranmır çox vaxtlar. Görürsən, hissiyyatla fəqət yaşayırım. Hədis vardır ki, imam zuhur edəndə insanların başına əllərini kəsəcək. İnsanlar o hərflər ki, 2 hərf örgəşmişdilər. Elm 27 hərfi də o 25-i də örgənəcəklər. Yəni, bəşər indiyəcən nə öyrənib, nə inkişaf vardı, hamısı olur 2. Məlumdur, imam 25 dənə də ayrı sahə elmi zuhurunda gətirəcək. Bundan bilinir ki, imamın məqsədlərindən biri cəmiyyətdə ağl və elmi inkişafı bərpa eləməkdir. Yaxşı, qeydaq. Kim istəyir imama müntəzir olsun ki, bacardığı qədər bu tərəfə gedə. Əgər mən bacardığım qədər elmi dalınca, ağlı dalınca, bu təfəkkür dalınca geçsəm, imamın gətirdiyi məqsədə həyata geçirmişəm. Bu 2. İmamın bir nüstədə deyim, bu məsələ bükün. İmamın 3-cü məqsədi yer üzündə ədalət və ağlı bərpa eləməkdir. Nə bir yerdə? Bütün dünyada. Bütün dünyada. Bunun mənası nədir? Yəni, hamısı insanlar bir-birinə bir insan olaraq baxacaqlar. Daha bu qərədir, bu ayrı dərilidir, bu ayrı dillidir, bu ayrı erqilidir. O millətçilik ifratı formada, nasyonalistlik ifratı formada. Bu dünyada bir sıra məktəblər var, öz erqilərinə başqa erqilərindən yuxarı bilmək səviyyələr, onlar silinəcəkdir. İmama zuhuruna hazır olan baxışı beynəl-xəlqi baxış olar. Yəni, tamamı insanları insan görər. Daha bu qərədir, 2-ci dərəcəli adamdır, bu filandır, 2-ci dərəcəli adamdır. Bu baxış hələ imamın zuhuruna hazırlıq görmür.
Bəs imamın zuhuru 3 məqsəddir. 1, ədalət, 2, əql, 3-cüsü hamı insanları bir xeymədə yerləşdirmək. Gözəl. Təşəkkür edirəm usta.